Aristotel deyir ki, bizim düşüncələrimiz rəftarımızı kəsir, yəni düzəldir, müəyyənləşdirir, mişar kimidir. Demək, düşüncəmiz nədirsə, rəftarımız da odur. Rəftar göydən düşmür. Mən bir şey eləyirəmsə, birinci onu düşünmüşəm, sonra onu eləyirəm. Rəftarımız vərdişlərimizi formalaşdırır. Mən bir dəfə bir işi görürəm, sonra təzədən görürəm onu, təzədən olur vərdiş. Etdiyimiz əməllər vərdişlərimiz formalaşdırır. Bəli. Vərdişə çevriləndən sonra vərdişlərimiz şəxsiyyətimizi formalaşdırır. Filankəs necə adamdır? Bax gör hansı vərdişlərdədir. Şəxsiyyəti vərdişlər göstərir. Və sonda da deyir Aristotel, şəxsiyyətimiz də taleyimizi müəyyənləşdirir. Sən necə adamsansa, taleyin də elə olacaq. Taleyin də elə olacaq. İndi sözüm buradadır, vərdişlərimiz şəxsiyyətimizi müəyyənləşdirir. Bu nə deməkdir? Yəni, filankəs necə adamdır? Şəxsiyyət odur. Filankəs necə adamdır? Birinə deyə bilərikmi ki, filankəs səxavətli adamdır, amma o filankəs ildə cəmi 10 manat bir dəfə kiməsə əl tutur. Xeyr. Çünki bu hələ vərdişə çevrilməyib. O vaxt səxavətli kimliyi, səxavətli şəxsiyyəti qazanacaq ki, onun səxavətli işləri vərdişə çevriləcək, adiləşəcək, vərdişə çevriləcək. Hər gün, hər saat, adi də o insan üçün ya maddi əl tutmaq, ya da mənəvi əl tutmaq.